Deməli, müəllimlər, sınağımız sertifikasiya, sınaq, oxuyub anlama testləri olacaq. Burada 20 test var. Düzdür, çərçivə sənədində daha az test ayrılıb, məhz oxuyub anlama bölməsinə. Amma mən istədim ki, siz biraz daha çox belə testlər işləyəsiniz sınaq şəklində. Həmçinin həm də nəzərə aldım ki, video izahın da vaxtı çox olmasın deyə 20 test daxil etdim və həmçinin siz işləyəndə testi çox yorulmayasınız deyə, belə deyək ki, bezməyəsiniz, sıxılmayasınız deyə 20 test daxil etmişəm. Amma bütün növ oxuyub anlama testlərini bu sınaqda işləyəcəksiniz. Və indi gəlin izaha baxaq. Birinci testimiz bizim mətndir. Daha öncəki sınaqlarda, izahlarda qeyd etdiyim kimi, əgər mətn varsa və uzun mətndirsə, biz birinci mətnə aid olan sualı oxuyuruq ki, mətnə geri qayıdıb oxuyanda o sualı daha çox axtaracaq mətndə. O suala cavabı daha çox axtarırıq və diqqətimizi ona yönəldirik. Gəlin yenə burada elə edək. Birinci testimiz bizim in Mr. Wilson's opinion horror films. Deməli, cənab Wilson'un fikrinə görə qorxu filmləri. İndi cümləni tamamlamalıyıq. İndi demək, biz cənab Wilson'un fikrini mətndə yığcamlaşdırmalıyıq, diqqətimizi ora verməliyik. Baxaq mətnimizə. In an interview yesterday, Mr. Wilson was questioned about the harmful effects of horror movies on teenagers. Deməli, dünənləri cənab Wilson'la müsahibə götürülüb və ondan soruşulub nə haqqında? Yeniyetmələr üzərində qorxu filmlərinin zərərverici təsirləri haqqında. Harmful effects. He argued that such effects were often exaggerated and claimed that other types of films were far more dangerous for young people. Deyir, o mübahisə etmişdir ki, belə təsirlər çox vaxt nə olur? Exaggerated, yəni şişirdilir, böyüdülür və iddia etdi ki, digər film növləri daha çox, far more dangerous, daha çox təsiri var gənc insanlar üzərində. When asked to prove this, yəni bunu ondan sübut etməyi soruşanda, he pointed out that horror films were often set in unreal situations. Deyir ki, qorxu filmləri qeyri-real situasiyalarda, vəziyyətlərdə çəkilir and were clearly not to be taken seriously və çox da ciddiyə alınmır. Yəni süni olur orada, səhnələr olur. In contrast, müqayisə edərək, he claims that, o iddia etdi ki, films showing violent crime, yəni belə deyək, vəhşi demək, cinayəti göstərən filmlər, yəni cinayət filmləri deyək ki, çox vaxt nədir? Everyday life, gündəlik həyatdan götürülür and was therefore more damaging, daha çox ziyan vericidir, yəni gənc insanlar üzərində. İndi biz mətnimizin sualında dedik ki, Mr. Wilson'un fikri nədir? Qorxu filmləri haqqında. Cost more than other kinds of films. Deyir ki, digər film növlərindən daha çox pul tələb edir, xərc tələb edir. Belə fikri yox idi. Are more popular among the elderly than among the young. Deyir ki, yaşlı insanlar arasında daha çox populyardır. Nəinki cavanlar. Belə fikri də yox idi. Should be banned altogether, yəni bütünlükdə qadağan olmalıdır. Bunu da deməmişdi. Are less damaging. Daha az ziyan vericidir to young people than films of violent crime. Deməli, həmin o cinayət filmlərinə nisbətən daha az ziyan verir. Baxın, bu fikir var idi. Çünki baxın, were therefore more damaging. Deməli, in contrast müqayisə etdi və dedi ki, daha çox bizdə ziyan verici olan
cinayət filmləridir. Have recently ceased to appeal to the young. Deyir ki, son vaxtlar artıq gənc insanların diqqətini çəkməyi dayandırmışdır. Bu da uyğun deyil. Belə bir fikir yox idi. Cavabımız oldu D bəndi. Test 2. For Mr. Wilson, the main difference between a horror film and the one showing violent crime is that the former. Demək, Mr. yəni cənab Wilson'ın ona görə, onun fikrincə əsas fərq nə arasında? Qorxu filmi və cinayət filmi arasında əsas fərq odur ki, birinci the former. Yəni bu the former artıq bizdə horror filmə işarə edir. Onun haqqında deyəcək, sonra violent crime filmini deyəcək. The former is mainly concerned with everyday situations. Deyir ki, qorxu filmi daha çox gündəlik vəziyyətlərlə, gündəlik hadisələrdən götürülür. Yox, dedik ki, unreal situations idi, mətndə var idi. Demək, anı çıxdıq. Is liked by the young and the latter by the old. Deməli, qorxu filmləri cavanlar tərəfindən sevilir, amma o birisi isə yaşlılar belə bir fikirdə demədi. Is unrelated to real life, yəni gerçək həyatla əlaqəsi yoxdur, unrelated. Whereas, halbuki, the latter is digər, yəni ikinci violent crime isə real life-la, yəni gerçək həyatla əlaqəsi var. Sonra is less expensive to produce than the latter. Yenə burada deyir ki, onu həmin filmi çəkmək daha az pul tələb edir, daha az bahalıdır. Bunda yox idi. Rarely receives any attention from the young. Demək, gənclər tərəfindən nadir hallarda diqqət cəlb edir. Bu da yoxdur. Yəni ümumiyyətlə yoxdur. Çünki artıq onsuz da mətndə bizə verilib ki, gənclər üzərində təsir edən, orada diqqəti çəkdiyi, çəkmədi, belə bir fikir də söylənmiş. Deməli, bizim cavabımız oldu C variantı. Üçüncü testimiz The interviewer wanted to find out whether. Deməli, bu müsahibə götürən nəyi tapmaq istəyirdi ki, young people were being harmed by horror films. Tapmaq istəyirdi ki, gənc insanlar qorxu filmləri tərəfindən ziyan görürmü ya yox? Baxın, bu bizim cavabımızdır əslində. Digər mətnlərə baxanda görəcək ki, cavab düz elə bu alınır. Baxaq, B variantı. Mr. Wilson had himself been affected by horror films. Deyir ki, görək, cənab Wilson özü qorxu filmlərindən təsirlənib. Yox, bu sualı verməmişdi ona. Mr. Wilson preferred horror films to films of violence. Deyir ki, görək cənab Wilson qorxu filmlərini belə deyək, dəhşətli filmlərə onların üstün tuturmu, tutmurmu? Yox, belə bir söz də yox idi. People were seriously objecting to horror films. İnsanlar qorxu filmlərinə ciddi şəkildə etiraz edirlərmi? Bu da yoxdur. The effects of crime films were being exaggerated. Burada da deyir ki, cinayət filmlərinin təsirləri şişirdilirmi, böyüdülürmü? Bu da soruşulmadır. Demək, bizdə birinci A variantımızdır. Gəlin təsdiqləmək üçün baxaq, mətnimizin birinci cümləsi artıq bizə verir cavabı. In an interview yesterday, Mr. Wilson was questioned about the harmful effects of horror movies on teenagers. Baxın, artıq burada demək, o müsahibə götürən nəyi bilmək istəyirdi? Bizə cavab verilibdir. Bu baxımdan bizim üçüncü testimizdə, üçüncü testimizin cavabı C variantıdır. Gəldik dördüncü testimizə. Dördüncü testimiz də mətn haqqındadır. Baxın, kiçik mətn verilibdir və dili də sadədir.
Belə kiçik mətnlər olanda onları oxuyub daha sonra testlərini etmək olar, çünki vaxt aparmayacaq. Baxaq mətnimizə. The famous Tower of London was built as a fortress. Deməli qala kimi tikilibdir by William the Conqueror. Deməli Fatih William tərəfindən. Early in the Middle Ages, deməli erkən orta əsrlərdə the kings used it as a palace. Saray kimi istifadə ediblər krallar. So da later on it was turned into prison. Demək sonra həbsxanaya çevrilibdir. Amma nə üçün? But only distinguished prisoners, including statesmen and princes were held there. Yəni yalnız seçilmiş belə deyək dustaqlar üçün idi. Orada dövlət başçıları və yaxud da şəhzadələr olurdu. Today the tower is a national museum. İndi isə o milli muzeydir. Where among other things, digər əşyalarla yanaşı həmçində the jewelry of the English kings and queens is on display. Deməli, həmçində İngilis krallarının və şəhzadələrinin, kraliçalarının deyək ki, daşqaşları, zinət əşyaları sərgidədir. Baxaq testimizə. It is obvious from the passage that the functions, deməli, Tower of London, London qalasının funksiyaları nə almışdır? Were all established by William the Conqueror. Deməli, Fatih William tərəfindən hamısı təşkil olunubdur. Yox, ancaq fortress olanda, yəni hərbi qala kimi olanda ancaq olmuşdur. Sonradan artıq başqa məqsədlər olmuşdur. Anı çıxdıq. B. Have always been controlled by the kings. Həmişə deyil, krallar tərəfindən idarə olunub. Yox. Burada, məsələn, muzey artıq olanda artıq kral olmamışdı. B-ni də çıxdıq. Have varied greatly. Yəni, geniş şəkildə fərqlənirdi. Over the centuries. Yəni, əsrlərdən bəri. Baxın, burada var. Early in the Middle Ages. Orta əsrlərdə necə olmuşdu? Saray kimi. Daha sonra later on it was turned into prison. Daha sonra isə nədir? Həbsxana olmuşdu. Today, bugün isə. Yəni fərqli olmuşdu. Cavabımız C variantıdır. Are all of a military nature. Yəni hamısı, bütün funksiyalarda o hərbi xüsusiyyət, hərbi məqsədlə yox. Çünki muzey də olubdu. Dustaqxana kimi də, yəni həbsxana kimi də olubdu. D variantı da səhvdir. Have not changed at all since the Middle Ages. Orta əsrlərdən bəri dəyişməyib. Funksiyalar yox, dəyişib. Biz danışdıq onun haqqında. N də götürmürük və cavabımız olur C bəndi. 5-ci testimiz deyir ki, we learn from the passage that the tower. Deməli, biz bu mətndən öyrənirik ki, bu qala, tamamlayaq cümləmizə. Was not originally intended to be a fortress. Yəni, əvvəldən deyir ki, əslən, qala kimi, yəni müharibə qalası deyə, hərbi qala kimi istifadə olunmayıbdır. Belə bir fikirlə tikilməyibdir. Yox, əslində biz dedik ki, lap başda verildi. Baxın, mətnə qaydaq. Was built as a fortress. Baxın, bu hissə qala kimi tikilibdir. Demək, bizdə 5-də A variantı düzgün deyil. Was never a prison for ordinary people. Demək, orada yuxarıda biz nə oxuduq dedik? Seçilmiş şəxslər, dövlət başçıları və şəhzadələr üçün orada, yəni onların həbsxanası kimi olurdu. Demək, bu cavabımız düzdür. Çünki deyik ki, adi insanlar üçün olmamışdı heç vaxt. Yalnız xüsusi insanlar üçün olmuşdu. C-yə baxaq. Is still a unique example of medieval architecture. Hələ də deyir ki, nadir bir nümunədir orta əsrlərin memarlığının. Belə bir fikir götürülməyib. Yəni, mətndə verilməyib. Ola bilər belədir, amma mətndə yoxdur həmin fikir. C-ni götürmürük. Was never a residence of English kings. Heç vaxt deyir, İngilis krallarının yaşayış yeri olmamışdır. Residence yaşayış yeri. Bəli, olmuşdur. Dedik ki, palace kimi, yəni saray kimi istifadə olunub. Deməli, orada krallar yaşayıb. D-ni də götürmədik və functions today only as a jewelers museum. Deyik ki, yalnız bu daşqaşlar üçün olan muzeydir.
Amma yox, biz baxın, burada bir incəlik var. Is a national museum where among other things. Baxın, digər əşyalar arasında. Həmçində nə? İngilis krallarının, kraliçalarının deməli ləlcəvahiratları da həmçinin sərgilənir. Digər əşyalar da deməli var imiş. Yalnız o deyil. Ona görə biz burada 5-ci testdə bəli, yeni də götürmürük. Bizə cavabımız qalır. Bunlar da çıxdıq. B variantı doğru cavabdır. 6-cı testimiz mətn haqqındadır yenə. Deməli, William the Congress original purpose in building the Tower of London. Deməli, bu William'ın əsl fikri nə idi? Was one of defense, müdafiə üçün. Bunu saxlayaq, çünki fortress dedik nədir? Hərbi qaladır, müdafiə qalası. Was to exhibit his valuable jewelry. Yox. Muzey kimi işlənəndə artıq məqsəd ola bilər həmin cəv, amma həmin William'ın fikri deyildi bu. B-ni çıxdıq. Was strongly criticized later in the Middle Age. Belə bir fikir söyləməyib. Yəni ki, orada tənqid olunubdu. Orta əsrlərdə. Yox. Remains unknown even now. Yox. Deyir ki, hələ də bilinmir. Yox, əslində bilinir. Birinci cümlədən artıq bilinir. Is still being debated among history. Hələ də deyir ki, müzakirə olunur. Belə bir fikir də söylənmədi. Was one of defense. Baxın, bizdə mətnə qayıdaq. Elə birinci cümlədir. The famous Tower of London was built as a fortress by William the Conqueror. Deməli, cavabımız oldu A-da. A variantı. 6-da, daha doğrusu A variantı. 7-ci testimiz make up a text. Mətn düzəltmə testidir. Cümlələr verilibdir və mətni düzəldib ardıcıllıqla qoymalıyıq. Ümumi cümlələri nəzərə salanda biz burada sualda görürük və once I fell asleep görürük və Pete was telling his friends. Burada when I opened my eyes belə bir yəni mətin başlaya bilməz və ya da there was nothing. Bu artıq orta cümlələr sayıla bilər bir hekayənin. Və sual verilmə də hekayədə ortalarda belə deyə olur. Yəni əvvəldən sualla başlama ümumən belə məntiqlə götürəndə başlamır və biz burada 3-cü cümlədən başlaya bilərik. Olsa variantlarda da hamısında elə 3 birincidir. Heç buna baxmadan da biz deyə bilərik. Pete was telling his friends about one of his adventures. Deməli, Pete bir macəralarından birini danışırmış və başlayır danışmağa. Yəni, once upon a time, məsələn, nağıl belə başlayırsa, deməli, macəranın da başlanğıcı belə verilə bilər. Deməli, 3-dən sonra biz 6-cı cümləni qoya bilərik. 3 və 6 B ilə C-ni çıxaq. Deməli, fell asleep under a tree, deməli, ağacın altında yatıb. Suddenly I felt something moving near me, yəni yanında nəyisə tərpəndiyini hiss etdim. Sonra nə olur? Əgər dostlarına danışırsa, dostlara sual verəcək. Nə idi o? Dostlar sual verdi. What was that? Demək, 5-də really sual veribdi dostlar. Yox, bu biz A-nı götürmərik. 1-də də when I opened my eyes, o da hələ o cümlənin yeri deyil. Elə Y variantından gedək. 4-də nə idi deyir? Onu dostlar soruşur. 1. When I opened my eyes, I was looking straight at a very big bear. Baxın, nə idi deyə soruşanda artıq o cavabı veribdi. Yəni, böyük bir ayı var idi. 5-də doğrudan, really, what did you do? Sən nə etdin? 2-də isə verilib, there was nothing I could do, I just went back to sleep. Yəni, edəcəyim bir şey yoxdur, mən artıq təzdən yatmağa davam etdim. Bu da 2. Elə bizim cavabımız olur E variantı. Gəldik 8-ci testimizə. Make up a sentence testidir. Yəni cümlə düzəltmə. Cümlə düzəltmə testlərində biz
ümumən sözlərə baxırıq. Dictionaries order are all alphabetical in the words in. Belə artıq bizdə beynimizdə hər hansı bir cümlə quruluşu formalaşır və sonra variantlarda keçirik. Baxaq. Biz deməli all dictionaries götürə bilərik. 4-lə biri bir götürə bilərik. Sonra all the words in dictionaries də ola bilər. In alphabetical order. Baxın, bu quruluş bir yerdə gedir. Ya 6, 5, 2 və yaxud da in 2 dənə verildiyi üçün in götürərsək 8, 5, 2 də götürər. Yəni 6, 5, 2 və ya 8, 5, 2. Yəni bu dəyişməz olan ifadə olduğu üçün biz belə bu variantlardan baxaq. İndi A variantında 6, 5, 2 yoxdur. Onu çıxaq. Daha sonra D-də də yoxdur. Nə 6, 5, 2 də yoxdur, 8, 5, 2 də yoxdur. B-də var, C-də var və Y-də var. İndi yerinə qoyaq. B-dən çıxış edək. All the words in, deməli 6 burada in dictionaries are in alphabetical order. Bu cümlə düzgün gəlir. Bunu nəzərdə saxlayaq. Sonra C variantında are all dictionaries in alphabetical order the word. Yox, bizim cümlədə belə ümumən götürəndə məntiqlə deyilir ki, lüğətlərdə sözlər əlifba əsasıyla, lüğətlər əlifba əsasıyla deyil. Ona görə C-ni götürmədik. Y-yə baxaq. Demək, 4-dən başlayır. All the words are in dictionaries in alphabetical order. Demək, in dictionaries olmalıdır. 6-1. Burada isə dictionaries in verilib. In dictionaries in. Bu Y variantında bizə cümləmizə uyğun gəlmir. Tam cümlə həm qrammatik, həm məna baxımından bizdə B variantı verildi. Bir də oxuyuram cümləni. 4-dən başlayacaq. All the words, bütün sözlər in dictionaries, lüğətlərdə are in alphabetical order. Yəni bütün lüğətlərdə sözlərimiz nədir? Əlifba sırasıyladır. Doğru cavabımız oldu B bəndi. 9-cu testimiz mətn verilib və mətni tamamlamalıyıq. Hansı cümlə daha çox mətni tamamlayacaq? Baxın, burada mətnin sonunda boşluq verilib, biz oranı tamamlayırıq. Bu mətn tamamlama testlərində bəzən əvvəldə boşluq verilir. Əvvəli tamamlayırıq və yaxud da ortada hardasa bir boşluq olur, onu tamamlayırıq. Amma burada da sonda, yəni mətnin sonuncu cümləsini biz qoymalıyıq. Baxaq. Helen comes from a big city, demək böyük şəhərdən gəlir. Helen, during the holiday she went to spend a week on her uncle's farm. Deməli, tətil vaxtı əmisinin fermasında böyük bir həftə keçiribdi. It was her first visit there. Onun ilk səfəri idi. Her uncle, onun əmisi, who was very glad to see, onu gördüyünə şad olan əmisi, did his best to make her stay a pleasant one. Deməli, əlinə gələn etdi ki, yaxşı vaxt keçirsin. On the farm she rode a horse, ran in the fields, demək, at sürdü, tarlalarda qaçdı, and ate fresh fruit, təzə meyvələr yedi. She enjoyed her holiday so much that when the day for her to return to city came, she was very sad to leave. Yəni çox gözəl vaxt keçirdi və ona görə evə qayıdanda deyək ki, o üzüldü. İndi Helen's holiday lasted for a week.
Aha. Helenin tətili bir həftə çəkdi. Deməli, burada deyir ki, bir həftə çəkdi, tətilin özü bir həftə çəkdi. Amma burada nə deyilir? During the holiday, tətil ərzində, tətil vaxtı, she went to spend a week. Deməli, tətili əslində tutaq ki, bir aydı, amma həmin o bir ayın bir həftəsini gedib o əmisi gildə keçiribdi. Burada isə deyir ki, tətili ümumiyyətlə bir həftə sürdü. Yox, bu doğru cavab deyil. Helen's parents often sent her to the farm. Tez-tez onu fermaya göndərdilər. Yox, it was her first visit. İlk səfər idi. Bunda çıxdıq. Helen's uncle left the farm and went to the city. Deyir ki, fermanı tərk etdi əmisi və getdi şəhərə. Yox, belə bir fikir yoxdur. Greatest pleasure was to ride a horse. Baxın, bu mətnə aid ola bilər. Çünki orada deyir ki, at sürdü. Bunu saxlayırıq. Life on the farm was a very sad one. Deyir ki, orada fermadakı həyatı çox, yəni üzücü idi. Yox, əslində xoşu gəlmişdi. Həmişə testləri edəndə bütün variantlara baxın. Sadəcə sizə oxşar, yaxın olan cavabları qeyd edin, yadınızda saxlayın və digər variantı mütləq oxuyun. Baxın, mən izah edəndə oxuyuram. İşarə qoyuram ki, bunu saxlayaq, o birisini də oxuyaq. Yəni mütləq bütün variantlara baxmaq lazımdır. Bizdə doğru cavabımız olacaq D variantı. 10-cu testimiz complete the passage. Deməli, biz mətni tamamlamalıyıq. Boşluq əvvəldə verilib. Oxuyaq mətnimizi. They ate anything they could find. Yəni, tapa biləcəkləri hər şeyi yeyirdilər. Some lived mostly on plants. Live on something. Bu bizim phrasal verbimiz yadda qalsın. Yəni, nə-nəsə dolanmaq, nə-nəsə yaşamaq mənasını verir. Yəni, burada da cümlədə bəziləri deyir ki, əksərən bitkilərlə yaşayırlar, bitki yeməklə yaşayırlar. They ate the fruit, meyvələri yeyirlər, stems, kökləri, and the leaves of some plants and the roots of others. Deməli, bəzi bitkilərin yarpaqlarını və digərlərində köklərini yeyirdilər. Stems həm də gövdə, budaq gövdə nəzərdə tutulub. When food was scarce, scarce az deməkdir. Nə vaxt ki, yemək, ərzaq az olurdu, they ate the bark of tree. Onlar həmin, yəni ağacın, deyək ki, kökünü yeyirdilər. İndi baxaq. Variantlarımızda some people ate insects and small animals. Deməli, bu da bilir ki, bəzi insanlar həşəratlar yedir. Yəni, bu giriş cümləmiz ola bilməz. Bizdə ümumən bir giriş cümlə olmalıdır. Sonra baxın, digər cümlədə artıq açılır həmin cümlənin mənaları. Ona görə A variantını götürmək. Çünki bu da artıq misal çəkir. Men learned to make weapons with which they could kill animals for meat. Burada heyvanları öldürməkdən söhbət gedir. Orada deyir ki, silahlar düzəldirlər. Sonra deyir ki, yox, bitkilər yeyirlər. Deməli, uyğun gəlmir. People who live near the water ate fish. Deməli, balıq yeyiblər. Və sonra deyir ki, onlar tapa bildiklərini yeyirdilər. Yox, əgər tapa bildiklərini yeyirdilər, sonra açır deyir ki, bitkilərlə qidalanır. Deməli, bizim cümləmiz daha çox ümumi olmalıdır. C-ni də götürməliyik. Long ago, men spent most of their time looking for food. Və uzun zaman əvvəl insanlar vaxtlarının çoxunu yemək axtarmağa sərf edilmişlər. They ate anything they could find. Tapa biləcəkləri hər şeyi yeyirdilər. Sonra da danışır, yəni mətndə nələri yedilər. Bunu saxlayaq. Yeyə baxaq. A few people in the world, dünyada biz çox az insan deyək ki, still eat same foods their ancestors ate hundreds of years ago. Deməli, onlar əcdadların 1000 illər əvvəl, 100 illər əvvəl yediklərini indi də yeyirlər. Sonra deyir ki, onlar hər şeyi yeyirlər, tapa biləcəklər. Niyə? Əgər əcdadların yediklərini yeyirlərsə, niyə tapa biləcəklərini yeyirlər? Yəni, burada cümlələr arasında əlaqə pozulub. Bizim cavabımız D variantıdır. Yəni,
çox uzun illər əvvəl, belə deyək, insanlar yemək axtarmaq üçün vaxtlarını sərf edirlər. Sonra nə tapsalar yerlər, sonra nə yediklərini də bizə açıb danışıb mətndə. Cavab oldu D variantı. 11-ci testimiz choose the equivalent of the given sentence. Yəni paraphrase. Sinonim cümlənin tapılmasıdır. Yəni eyni mənanı verən cümləni tapmalıyıq. Bizim cümləmiz nədir? I should have prepared for my exam last night, but the lights went out. Deyir ki, mən keçən gecə imtahana hazırlaşmış olmalıydım. Amma nə oldu? But the lights went out. İşıqlar söndü. I had to prepare for my exam last night. Burada hazırlaşmalıydım deyir. Amma hazırlaşmış olmalıydım. Sonra nə oldu? İşıqlar getib. Tam məna verməyib bizə. Sadəcə ümumi olaraq deyib ki, hazırlaşmalıydım. A-nı götürməyək. B-də last night, geçən gecə, the light went out and I prepared for my exam. Deyir ki, işıq söndü və mən imtahana hazırlaşdım. Yox, əslində I should have prepared. Burada imtahana hazırlaşmıydı. Hazırlaşmış olmalıydım, amma nə oldu? İşıq söndü. B-ni də götürməli. I couldn't prepare for my exam last night. Deməli, hazırlaşa bilmədim. Niyə? Because of the darkness. Qaranlığa görə. Yəni qaranlıq burada nəyə əvəz edir? The lights went out. Yəni işığın sönməsini. Cavabımız C variantıdır. Digər varianta baxaq. Although the lights went out, baxmayaraq ki, işıqlar getdi, mən I had to prepare. Hazırlaşmalı idim. Burada doğru gəlmir, çünki artıq ziddiyyət verib burada. Baxmayaraq ki, elə bil ki, söndü, amma mən yenə hazırlaşdım. O mənanı verən, hazırlaşmalı idim. Əlaqə yoxdur cümlədə. Whatever the conditions were, I had to prepare. Yəni, nə olur olsun, mən hazırlaşmalıydım. Yox, əslində maneə var. Orada işıqların sönməsi. Yenə də götürmədik. Cavab C bəndi. Test 12 yenə sinonim cümlənin tapılmasıdır. Baxaq cümləmizə. No one but a 70-year-old man knew the way to the cave. Deyir, heç kim, yalnız kim 70 yaşlı qoca kişi mağaraya gedən yolu bilirdi. Bu mənanı verən cümləni tapmalıyıq bəndlərdən. Everybody went to the cave to see the 70-year-old man. Burada deyir ki, hər kəs getdi həmin o mağaraya ki, o 70 yaşlı kişini görsün. Həmin cümlə deyil, həmin məna deyil. No one saw the 70-year-old man in the cave. Heç kim görmədi. Yenə bu da uyğun deyil. Yəni burada həmin yaşlı kişinin mağaraya gedən yolu bildiyindən söhbət gedir. No one in the cave saw the 70-year-old man. Heç kim görmədi. Burada deyilir ki, həmin kişi mağarada yaşayırmış. Yox, yolu bilirmiş sadəcə. Sonra nobody believed the man in the. Heç kim inanmadı. Bu da deyil. Only the 70-year-old man. Baxın, only ilə no one but bizdə sinonim təşkil edir. Yəni heç kim, ancaq o bilirdi. Deməli, təkcə 70 yaşlı kişi bilirdi. Knew where the cave was. Bax, bu where the cave was ifadəsi də the way to the cave. Yəni mağaranın harda olduğunu, mağaraya gedən yolu bilirdi. Cavabımız oldu E variantı. 13-cü testimiz atalar sözü testidir. Yəni situasiya verilibdir. Ona uyğun bəndlərdən atalar sözünü seçməliyik. My friend Anne is a very clever girl. Deməli, dostum ağıllı qızdır. She is quick in everything she does. Hər şey cəld edir. She is not lazy, tənbəl deyil. She always does everything in time. Hər şey vaxtında edir. She doesn't like lazy people. Tənbəl insanları sevmir. Who always try to put off their work and she says. Deməli, o insanlar sevmir ki, onlar deməli, işlərini təxirə salırlar. Həmişə. Təxirə salmaya çalışırlar və deyir. Nə deyir? Speech is silver but silence is gold. Deməli, danışmaq gümüşdürsə,
susmaq qızıldır. Burada danışmaqdan, susmaqdan söhbət getmədi. A bad wound is cured, bu not a bad name. Deməli, yara sağalar, pis ad sağalmaz. Bu mənaya gələn atalar sözümüzdür. Bu da uyğun deyil. What is done can't be undone. Olana, olacağa çarə yoxdur. Olan oldu, keçən keçdi mənasını verən atalar sözüdür. Bu da deyil. Never put off till tomorrow what you can do today. Baxın, həmin o ənin fikridir ki, deyir ki, bugünün işini sabaha qoyma. O da deyir ki, xoşlamır ki, insanlar, hansı insanlar ki, öz işlərini təxirə salırlar. Yəni, bugün görəcəklər işi sabaha edirlər. Bu bizim D variantımız doğru cavabdır. Y'yə baxaq. As is a workman, so is a work. Yəni, işçi necədirsə, onun işi də elədir. Bu da bizdə uyğun gəlmədi. Cavab D. 14-cü testimiz dialoqdur. Baxaq. Jane deyir. Did you pass your final exams? Tom cavab verir burada. Sonra Jane təzədən danışır ki, you stayed up too late studying and you couldn't get enough sleep. Deyir ki, sən axşamı, yəni gecəyə qədər oyaq qalmısan və yaxşı yata bilməmsən. Tom da deyir ki, unfortunately, bədbəxtlikdən, I didn't stay up late studying. Yəni mən belə deyək də çox gecənin yarısına qədər oxumamışam. I was ill, xəstəydim and had to go to a hospital nearby at night. Deyir ki, xəstəxanaya getməli oldum, xəstəydim. İndi burada bu boşluqda Tom nəyi deyib ki? Jane də onu deyib ki, hə, sən gecə gec saata qədər yatmamısan da. A variantında yes, but barely. Deməli, Jane soruşub ki, sən imtahanını keçdin. Bəli deyir, amma güclə də. I was sure I'd failed at least one of them. Yəni, əmin idim ki, onlardan birindən mən kəsilə bilərdim. No, not really. Yox, keçmədim. But I will definitely try to find other means to cope with. Burada yox, çünki burada mətn daha sonra bu dialoqda hə keçmədim, üzülmə keçərsən və yaxud da çox çalışmalısan deyə bir cümlələrimiz olmadığı üçün biz B variantını götürmürük, amma A-nı saxlayaq. Not too wise. I should have started studying a couple of days. Yox, mən yenə keçmədim, ağıllı belə deyək ki, yaxşı qiymət almadım deyil. Bu da uyğun deyil. The exams were too long. Çox uzun idi imtahanlar. I really do not understand what we have to take so many exams in a short time. Bu isə ümumi bir fikirdir. Ümumi fikir deyəndən sonra nə üçün Jane desin ki, hə sən gec saatlara qədər oyaq qalmısan. Deyən də götürmür, yəni əlaqə yoxdur cümlələr arasında. I really hope I do not have to take all these exams again. Mən deyir ki, ümid edirəm ki, mən bu imtahanları yenidən verməyəcəm. Bu da bizdə uyğun gəlmir. Çünki məhz imtahanın keçməsi haqqındadır məsələ. Elə A variantını saxlayaq. Çünki deyir ki, hə, güclə keçdim və elə bilirdim ki, yəni əmin idim ki, hansınasa kəsilərəm. Nə üçün? Deyir ki, mən xəstə idim və xəstəxanaya getdim. Yəni tam oxuya bilməmişəm. Bu da olur bizdə A variantı. Cavab A bəndi. 15-ci testimiz complete the sentence. Cümləni tamamlayaq. The major constituents of a lipstick are just wax and oil. Deməli, dodaq boyasının əsas tərkibində olanlar nədir? Mum, wax mumdur, mum, and oil və yağ. İndi boşluğu tamamlamalıyıq. Burada görürsünüz vergül var. Vergül varsa, deməli biz başqa bir fikir, həmin fikrə oxşar digər bir fikir səsləndirəcəyik. Yəni həmin fikirdən uzaqlaşmadan ona əlavələr etməliyik. Which provides. Wax and oil burada cəm verilirsə, nə üçün which provides xəbər tək verilsin? Yəni birbaşa biz A variantını çıxaq. Sonra, even if a lipstick is considered to a rather delicate part of the body. Burada fənası bir ziddiyyət var. Belə olsa, hətta belə olanda belə. Amma burada bizdə bu dodaq boyasının nədən ibarət olduğunu deyir.
B-ni də çıxaq. But some lipsticks, amma bəzi dodaq boyaları could also contain ibarət ola bilər nədən? Materials derived from sheep, qoyun, insects, yəni həşəratlar, balıq and hot chilies. Bu da isti belə deyək ki, maddələrdir. Onlardan ala bilərlər. Demək, dodaq boyasını. Ondan ibarət ola bilər. Baxın, burada deyək ki, major constituent, yəni içindəkilər. Bu tərəfdən deyək ki, ibarət ola bilər, yəni içərisində daxilində ola bilər. C variantı bizim doğru cavabımızdır. D-yə baxaq. But together these form the main structure of the lipstick. Nə üçün but olsun ki? Amma burada ümumi götürülüb deyilir ki, mum və yağdan ibarətdir və onlar bir yerdə ola bilsin. Amma but verilməsi artıq cümlədə hansısa ziddiyyəti, əvvəlki ilə batdan sonraki cümlənin bir-birinə uyğun gəlməməsi götürülməlidir. Amma burada yox olduğu üçün D variantını götürmürük. E variantı otherwise əks təqdirdə it might contain carmine red. Deməli, kalmin qırmızısı, which is derived from scale insects. Yəni, həşəratlardan alınan. Burada da otherwise, əks təqdirdə yenə bizə bir ziddiyyət gətirir. Cümləmiz ümumi cümlədir, ziddiyyət yoxdur. Y variantını götürməliyik. Cavab oldu C bəndi. Yəni, bəziləri belə, digərləri isə başqa maddələrdən ibarətdir. Cavab C. Dialoq, deməli, dialoqu tamamlamaq. Austin deyir. Simon, there is a live performance near the Central Hotel. Will you come with me? Deməli, canlı bir tamaşa, konsert var. Mənlə gələrsənmi? Simon deyir ki, yes, why not? Bəli, niyə də yox. Let's go, gəl gedək. Sonra Austin, wow, look at that sport car in front of us. That is the kind of car I want then when I get rich. Deyir ki, bax, idman maşını, sport maşındır. Bu o maşındır ki, mən varlı olanda özüm alacağım. Simon nəsə cavab verir və Austin cavabında qaytarır ki, demək, bir dəqiqə. Cavabda qaytarır ki, you will see one day, sən bir gün görəcəksən, I will make a lot of money, çoxlu pul qazanacağım, become very rich, varlı olacağım və even buy one for you. Dilim dolaşdı. Sənin üçün də yeni birini alacağım. Yəni, pulum çox olacaq, özümə də alacağım, sənə də alacağım. İndi burada Simon nə deyib ki, o üstündə belə bir cavab veribdi ona. Yəni, görərsən, mən alacağım həmin maşından. İndi Simonun cümlələri hansıları var? A variantı, I bet it is very fast, I like black sports cars. Burada Simon fikrini deyir ki, çox mərcə gələrəm ki, çox sürətlidir. Mən qaralarını xoşlayıram. Yox, A variantı doğru deyil. Simon hər hansı bir Austin'i cəsarətləndirici bir cümlə söyləyibdir. O mənada cümləni tapmalıyıq. Sonra, I have to say that owning such sports cars can be quite expensive, even beyond your expectations. Deyir ki, sənin gözləntilərindən daha çoxdur. Yəni, belə maşınlar olmaq çox bahalıdır, çox xərclidir. Yəni, bu artıq maşın olur, artıq başqa xərclərindən, bahalığından söhbət gedir. B-ni də çıxaq. Daha sonra C variantında deyir ki, you can keep on dreaming. Davam elə belə xəyal etməyə, as long as you like, yəni istədiyin qədər. Bear in mind that it costs a fortune. Yəni, yanında saxla, bu böyük bir sərvət dəyərindədir. Yəni, deyir ki, sən bunu əldə edə bilməzsən. Və Austin deyir ki, sən bir gün görəcəksən. Baxın, bu cümləyə uyğun gəlir C variantı. Cavabımız C-dir. D-yə baxaq. One day, bir gün, you might be surprised to see that I have such a car. Deyir ki, Simon deyir ki, mənim belə bir maşınım olacaq görəsən. Əslində Simonun belə bir arzusu yoxdur. D-ndə çıxaq. Come on, gəl,
You cannot afford to buy even an average car as the price has been increasing unexpectedly in recent months. Hə, sən deyir heç bunun ortası, yəni pulunun daha orta dəyərində olan nəysə ala bilməzsən. Yəni gözlənilmədən bu aylar içərisində ala bilməzsən. Amma bu aylar yox. Əslində olsun ki, bir gün görəcəksən ki, yəni bu 5 ay ola bilər, 5 ilə ola bilər. Burada E variantı bizi in recent months. Baxın, bu ifadə bizə uyğun gəlməyəcək. Cavabımız oldu C variantı. 17. testimizdə choose the best answer to the given situation. Yəni verilmiş situasiyaya uyğun olan ən doğru, ən düzgün, ən yaxşı cavabı seçməliyik. You see a poor dog being tortured. Tortured yəni belə deyək, əziyyət verilmək deməkdir. By a few men on that street. Deməli, küçədə görürsən ki, bir neçə insan tərəfindən bir yazıq bir itə əziyyət verilir. You save it, onu sən xilas edirsən. And angry say to the men. Və həmin insanlara əsəblə deyirsən. We should take him to a vet. Bu əsəbi qurulmuş cümlə deyil. Sadəcə məsləhətdir ki, hə, aparaq onu deyək, baytara. B'də how can you be so cruel? Baxın, bu uyğun ola bilər. Siz niyə belə, necə belə də qəddar ola bilərsiniz? Bunu saxlayaq. It may be someone's pet. Yox. Əgər əsəbləşirsənsə, nə üçün deyirsən ki, bu kimisə itidir? Belə fikrini söyləyirsən, sakit bir cümlədir. Yox. Why don't you kill it? Nə üçün onu öldürmədiniz? Bu heç uyğun gəlmir. Help me carry it to. Kömək edeyim mən bunu daşıyım. Bu da deyil. Cavabımız oldu B variantı. 18. testimiz choose the best answer to the given situation. Yenə situasiya sualıdır. A friend of yours, sənin dostun, asks you to defend him. Onu müdafiə etməyini xahiş edir. Harda? In the court, məhkəmədə. You know he is guilty. Bilirsən ki, günahkardır. Çünki was too fast. Çox cəld, çox sürətli olmuşdu. Neyinəyəndə? When he hit the burada hərfi the other car. Digər maşının demək vuranda çox sürətli olmuşdu. You refuse to do so and say. Sən belə etməyi ona etiraz edirsən və deyirsən. Yəni dostun deyir ki, gəl gedək məni orada müdafiə et ki, hə, günahı yoxdur, amma əslində günahı var. Sən nə deyəcəksən? Shame on you, utanmırsan. How dare you drive that fast at such a bizarre. Yəni sən necə cəsarət edə bilirsən elə sürətli sürməyi? Yox. Yəni əslində deyə bilər bunu, amma bu situasiyada veriləcək cavab deyil. Çünki ondan deyir ki, gəl gedək məni müdafiə elə. The judge may understand our lie. Deməli, bizim yalanımızı hakim başa düşə bilər. I may also be jailed. Mən də həmçinin həbs ola bilərəm. Bu da qəbul etdiyinin mənasını verir, amma deyir ki, qorxur ki, hər birdən biz də başa düşər yalanımızı. Səhv, düzgün götürülmədi. C və I can't lie. Mən yalan deyə bilmərəm, çünki you were faulty. Sən çünki orada günahkar idin. Bu bizim cavabımızdır, C bəndi. Were you drunk last night? Bu da soruşur ki, sən içkili idin. Yəni, bu əlaqəsiz bir sualdır. Does your family know that you may be jailed for your fault? Bu da yenə həmçinin sənin ailən bilirmi? Yox, bu gəlib səndən kömək istəməyə, belə deyək, onu müdafiə etmək üçün. Belə D-də, Y-dəki suallar vermək yersizdir. Cavab oldu C bəndi. Test 19-da make up a dialogue. Deməli, biz dialoq düzəldirik. Belə uzun bir dialoqdur. Biz variantlardan çıxış edə bilərik. Yəni, bir üsul budur. Baxırıq, 3 variantda 5 ilə başlayıbdı. 5-ə baxaq. What is the matter, Jane? Have you got a headache? Bəli. Belə bir dialoqumuz başlayır. Çünki dialoq biz bildiyimiz kimi sual-cavab formasında olan ardıcıl verilən cümlələrdir və bir-birindən də əlaqəsi olmalıdır. Nə olub, Jane? Sənin başın ağrıyır. İndi 4-ə baxaq. You are right, mom. Sən haqlısan.
Yəni əgər anasının ondan belə sual verirsə, nə üçün o deyir ki, sən haqlısan. Yəni 4 bizə 5-dən sonra 4-ün gəlməsi düzgün deyil. Bu baxımdan biz C-ni çıxırıq. Digər variantlarda çıxaq A-la B-ni. Çünki 3 don't worry deyə bu axırlarda olar. 2-də isə shall I fetch you, yenə sualın verilməsi düzgün gəlmir. 5-dən sonra 7. Yes, mom, bəli, I don't feel well, yaxşı hiss etmirəm. İstiliyim var. 4-ə baxaq. You are right, mom. Yenə bu uyğun gəlmir. Çünki sən haqlısan deməyi bəli, ana. Bu cümlədən sonra gəlməz. Baxaq, artıq Y variantında qalırıq. Bəli, ana, temperaturum var idi. 2-də shall I fetch you? Aha, aspirin gətirim. 1-də deyir ki, 6-da deyir ki, yox. I took aspirin. Baxın, aspirini almışam. Qəbul etmişəm. Sonra 1. I think it is the flu. It always begins with a headache and temperature. Oradakı yes, you are right. Bəli, görürsünüz. 1-dən sonra 4-ün verilməsi doğrudur. Və 3 daxildə qalır. Don't worry, I'll bring you tea and jam. Və and then call a doctor. Bu da bildiyimiz, yəni həkimdə çağıracam. 3-cü cümləmiz sonda gəlir. Cavab E bəndi. Və sonuncu testimiz 20-ci test. Choose the best title for the given text. Deməli, verilmiş mətnə ən yaxşı ad seçirik. Mətni oxuyuruq. Scientists have long sought ways to define and measure human intelligence. Birinci cümləmizdir ki, alimlər çoxdan da axtarırlar nəyin yollarını, insan belə zəkasının müəyyən etmək və ölçmək. And while theories of intelligence have grown more sophisticated since the 1800s, when some believed mental abilities were determined by the size of a person's head. Onlar deyirlər ki, 1800-cü illərdən bəri inanırdılar ki, insanın başının ölçüsünə görə də onun zəkası var. Researchers still do not agree about certain fundamental principles of human thought. Yəni, deyir ki, tədqiqatçılar yenə də bununla razılaşmırlar. Therefore, bununla belə onlar continue to debate such basic questions as whether heredity or the environment is more important in forming intelligence. Deməli, yenə onunla mübahisə edək ki, görəsən irsiyyətmi, yoxsa ki, ətraf mühitmi daha vacibdir zəkanın formalaşması üçün. Baxın, burada indi insan zəkası haqqında danışmadı. Ümumi yoxdur. Bizə birinci cümlədən elə yazır ki, yollarını axtarıblar. Nəyin yollarını? İnsanın zəkasını müəyyən etmək və onu ölçmək yollarını. Və sonra da ölçülərdən gedib başın ölçüsü ilə götürüblər və yaxud da irsiyyət və yaxud da belə deyək, ətraf mühitlə əlaqələndiriblər. Ona görə human intelligence götürə bilmərik. Ümumiyyətlə intelligence də götürə bilmərik. Zəka yox, burada insan zəkasıdır. B-ni də götürmürük. Sonra C-də ways of measuring human intelligence. Baxın, bu cavabımızdır bizim. Çünki baxın, ways to define. Yəni, insan zəkasının ölçülməsi yollarını haqqındadır. The history of human tarixi haqqında getmədi. Söhbət və power of və insan zəkasının gücü haqqında da burada cümlələrimiz yoxdur. D-ni yeni çıxaq, olur cavabımız C bəndi.